Allaha inanmaq dildə la ilahe illallah demək deyil. İnanmağın birinci əlaməti budur ki, ona etimad edirsən. Doğrudan da sən varsan və qüdrət sənin əlindədir. Qalan şey hamısı oyundur. Hamısı oyundur. Oyun qurmusan, əsas məsələ budur ki, mən sənə etimad eləyim. Sənə inanım, sənə sığınım. Allahın gileyidir bu. Eşidə bilsək, bax bu sözləri bizə deyir ki, mən səni əziyyət üçün yaratmışam. Mən səni elə bilirsən ki, mən səni çox istəmirəm. Mən səni sevmirəm. Vallah, adam cəhənnəmə bax bu qapıdan daxil olsa çox pisdir. Hansı qapıdan? Etimadsızlıq qapısından, inamsızlıq qapısından. İnsan Allahın onu sevdiyini qəbul eləməyə, Allaha bədgüman ola. Çox pisdir insan üçün. Qiyamətdə Allah deyəcək, mənə etimad eləmirdin. Mənim səni sevdiyimə inanmamışdın, elə bilirdin səni sevmirəm, 100 günah eləsən bu haldan yaxşıdır. 100 günah eləsən bu haldan yaxşıdır.